Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz, müəllimlərimiz, şagirdlərimiz, biologiya sevərlərimiz. Biz bu videomuzda dəyər nəşrlər test toplusundan həzm sistemi material mübadiləsinin izahlarını verəcəyik. İzahları keçməmişdən öncə qeyd etmək istəyirəm ki, aprel ayının 1-dən inşallah 3 qrupla biz təkrara başlayacağıq və imtahana qədər bütün təkrarımızı yekunlaşdıracağıq. Bir neçə test toplusundan testlər işləyəcəyik, sınaqlar qəşəng bir şəkildə və imtahana tam ümumi hazır şəkildə getmiş olacaq. Qoşulmaq istəyirsə 055 634 73 41 nömrələri ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Başlayırıq birinci sualdan. Birinci sualda deyir ki, 14 yaşlı yeniyetmənin ağzında, ağız boşluğunda hansı diş hər iki tərəfdən öz diş növü ilə qonşu ola bilər? Cavabımız burada kəsici diş olacaq D bəndi. Niyə görə kəsici diş? Baxdığımız zaman kəsici diş 4 dənə yuxarıdadır, 4 dənə aşağıdadır. Bunun ortada qalan kəsici dişlər var ha. Bu ortada qalan kəsici dişlər hər iki tərəfdən kəsici dişlə qonşudur. Öz diş növü ilə qonşu olur. Digərlərinin heç biri, ümumiyyətlə ağıl diş ağızda yoxdur, 14 yaş var. Böyük ağız dişləri hər tərəfdə 2-2-2-2-dir. Yəni bir tərəfdən öz diş növü ilə qonşudur. Kiçik ağız diş həmçinin yuxarıda da, aşağıda da hər tərəfdə 2 dənə 2 dənədir. Bir tərəfdən öz diş növü ilə qonşudur. Köpək dişi ümumiyyətlə öz diş növü ilə də qonşu deyil. Ona görə o cavabları elədik getdi. Gəldi ikinci sual. Şəklə əsasən doğru bəndi müəyyən edin. X qaraciyərdir. Y nədir burada? Ötük hissəsidir. Z mədədir. K da mədə-altı vəznidir. Bir də X-də həzm olunmuş qida hissə 12 barmaq bağırsağa ötürülür. Qaraciyərdə həzm prosesi getmir. İkidə ki, K qanda, yəni mədə-altı vəzi qanda qlikozanın miqdarını tənzimləyən hormonlar hazırlayır. Bəli, insulin qlikagon hormonu hazırlayır. Üçdədir ki, Z həzm kanalından kənarda yerləşən həzm vəzsidir. Xeyr, Z mədədir, həzm vəzsi deyil burada. Dörddə deyir ki, Y-in axarı 12 barmaq bağırsağa açılır. Təbii ki, öd axarları 12 barmaq bağırsağa açılacaq. Bu doğru bir fikirdir. Cavabımız B bəndi olur bizim ikinci sualda. Gəldik üçüncü suala. Üçüncü sualda bizə deyir ki, mədə-altı vəzinin şirəsində nöqtə-nöqtə parçalayan fermentlər var. Amma bizə deyir ki, nöqtələrin yerinə yazıla bilməz. Təbii ki, vitaminləri parçalayan. Nişasta glikogen karbohidratdır, bunu amilazı parçalayacaq. Yağları lipaza, züralları da tripsin parçalayacaq. Amma vitaminlər parçalanmadan bədənə sorulur. Dördüncü sualda orta yaşlı insanın verilmiş maddələrdən hansına olan gündəlik tələbatı miqdarına görə daha azdır deyir. Daha azdır. Karbohidratlar 380-500'dür. Bitki yağları 30 qramdır. Zülallar 85'dir. Vitaminlər milliqramdandır ölçüsü. Bunlar amma hamısı qramdandır. Yəni milliqram qramdan 1000 dəfə azdır da. Heyvani mənşəli yağlar 50-70 qramdır. Yəni cavab olaraq vitaminləri götürməliyik burada təbii ki. Beşinci sualda gəldik. Bizə deyir ki, verilən ifadələrdən hansı doğrudur? Heç bir dişini çəkdirməyən yetkin insanın köpək dişləri öz diş növü ilə qonşu deyil. Bir tərəfdən kəsir, digər tərəfdən kiçik ağız dişi ilə qonşu olur. Bax, cavabımız D bəndidir. Düppələmdüz fikirdir. Altıncı sualda orta yaşlı insanın bəzi qida maddələrinə olan gündəlik tələbatı cədvəldə verilmişdir. Bitki yağına 30 qramdır. Zülallar 85 qramdır. C vitamini 50-100 milliqramdır. A vitamini də 1 milliqramdır. İndi bunları müqayisə eləməliyik, hə? Demək, N kiçikdir M, kiçikdir K, kiçikdir L. Yəni cavabımız C bəndi olacaq. 7-ci sualda insanın qida borusundakı qida kütləsi kör bağırsağa gələnə qədər həzm kanalının hansı şöbəsindən keçmir? Kör bağırsağa gələnə qədər təbii ki, burada çəmbər bağırsaqdan keçməz.
Mədədən keçəcək. Nazik bağırsağın hissələri olur. 12 barmaq, acı, qalça bağırsaqdan keçir. Sonra gəlib çatacaq kör bağırsağa. Amma çəmbər bağırsaq kör bağırsaqdan sonradır. Ona görə oradan keçməz. 8-ci sualda. İnsanın həzm kanalına aiddir. Burada təbii ki, mədə olaraq götürəcəyik də. Qulaq dibi, çənə altı, mədə altı vəzi, qaraciyərin özüdür. Nədir? Bunlar hamısı həzm kanalından kənarda yerləşən vəzilərdir. 9-cu sualda. Nöqtələrin yerinə yazıla bilməz. Əgər ağıl dişləri hələ çıxmayıbsa, insanın ağız boşluğunda var. Bilməz deyir. 8 dənə kəsici diş var, bu doğrudur. 4 dənə köpək dişi var, doğrudur. 8 dənə kiçik yaz dişi var, doğrudur. 12 dənə böyük yazı dişi ola bilməz. Çünki 4 dənə ağıl dişi böyük yazı dişinin bir form növüdür. Yəni 12 dənə, ondan bir yerdə 12 dənə olur. Amma ağıl dişi çıxmayıbsa 8 dənə böyük yazı dişi olmalıdır. C bəndi. Amma 16 dənə azı dişi var, bu doğrudur. 8 dənə kiçik yazı, 8 dənə böyük yazı olur. 10-cu sualda 14 yaşlı yeniyetmənin alt sinəsində maksimum neçə diş olur? Alt sinəsində maksimum 14 dənə diş olur. Çünki ağıl dişi çıxmayıb, 32-dən 4-ü çıxanda 28 diş qalır. Onun 14-ü üst çənələrdə, 14-ü isə alt çənələrdə olacaq. Appendix aiddir həzm sisteminə. Təbii ki, kör bağırsağın soxulcana bənzər çıxıntısıdır. 12-ci sualda cədvələ əsasən X vitamini C vitaminə olan minimal tələbat 50 milliqram idi. Yəni N 50 milliqramı bərabərdir. B2 vitaminə olan minimal tələbat da 2 milliqramdır. Düzdür? X-i N-dən işarə eləməliyik isə 50-ni 25-ə böləndə 2 eləyir də, düzdürmü? Onda N-i 25-ə bölək. Cavabımız D bəndə olsun. 13-cü sualda insanda bağırsaqdan çıxan qanın ilk gəldiyi orqan qaraciyər olur. Artıq əski söhbətlər olsun. Qaraciyərdə depolanma gedəcəksə depolansın. Təmizlənmə gedəcəksə təmizlənsin. Ondan sonra keçsin qaraciyər venasından aşağı boş venaya. 14-cü sualda insanın həzm kanalının kənarda yerləşən iri həzm vəzlərindən neçəsinin axarı bilavasitə bədən boşluğuna açılır? 6 dənəsinin axarı bədən boşluğuna açılır. 6 dənəsinin axarı bədən boşluğuna açılır. Ağız suyu vəzləri, iri ağız suyu vəzləri. Nə qaraciyərin, nə də mədə altı vəzinin axarı bədən boşluğuna açılmır. Orqan boşluğuna açılır. 15-ci sualdan. İnsanın həzm sistemində bir-biri ilə bilavasitə əlaqəlidir. Acı bağırsaqla kör bağırsaq xeyir. Acı bağırsaqdır, sonra qalça bağırsaqdır, sonra kör bağırsaqdır. Qalça bağırsaq kör bağırsağa keçir, əlaqəli. Cavabımız B bəndi 15-ci sualda. Acı bağırsaqdır, sonra qalça bağırsaqdır, kör bağırsaqdır, çəmbər bağırsaqdır. Acı bağırsaq, qalça bağırsaq, kör bağırsaq, çəmbər bağırsaq, sonra düz bağırsaqdır. Bilavasitə əlaqədir. Qalça bağırsağı, kör bağırsağı və çəmbər bağırsağı gəlir sonra. Yəni bu da əlaqəli deyil. 16-cı sualda A vitamini haqqında doğru fikri göstərin. Yerkökünü bişirəndə 20% azalır. 20% xeyr, 50% azalır. 2 dəfə. Dərinin formalaşmasında faydası yoxdur. Təbii ki, dərinin formalaşmasında faydası var. Hətta A vitamini çatışmayanda dərinin zəiflik inşası zədələnir, yaralar falan olur. Çatışmayanda beri-beri xəstəliyi əmələ gələr deyir. Xeyr, bu da səhvdir. Toyuq korluğu əmələ gəlir. Suda həll olandır, xeyr, yağda həll olandır. Sümüklərin böyüməsində faydası var? Əlbəttə ki. Yəni cavabımız Y bəndi. 17-ci sual. Heç bir dişi çəkilməmiş 28 yaşlı insanın, yəni 32 dənə dişi var. Alt çənəsində öz diş növü ilə qonşu olmayan dişlərin sayı. Öz diş növü ilə qonşu olmayan dişlər ancaq köpək dişləridir. Alt çənəsindədir. Bunların sayı 2 dənədir. Alt və üst çənələrində ömründə bir dəfə çıxan dişlərin sayı bu 12 dənə böyük yazı dişidir ki, X-də necə işarə etməliyik? Onda 2-ni 6-ya vurmalıyıq da 6N olmalıdır. Yəni cavabımız A bəndi. 18-ci sual. İnsanın həzm sistemində
qida udulaqdan bilavasitə keçir qida borusuna. Yəni cavabımız C bəndi. 19-cu sualdır. İnsanın həzm sistemində heyvan mənşəli yağların həzmi başlayır. Mədədə başlayır. Süd yağlarıdır bunlar. Mədədə başlayır. Öd axarının açıldığı orqan deyil. Həzm kanalının ən geniş şöbəsi bəli. Mədədir bu. Suyun əksər hissəsində sorulduğu olan orqan yoğun bağırsaqdır. Xeyr. Zəif qələmi mühit ağızda yoğun bağırsaqdır. Xeyr. Həm döş, həm qarın boşluğunda yerləşən bu da qida borusudur. Burada ümumiyyətlə həzm getməz. 20-ci sualda insanın həzm sistemində zülalların həzmi başlayır mədədə. Yəni həzm kanalının ən geniş şöbəsi. Cavabımız Y bəndi. Gəldik 21-ci suala. İnsanın həzm sistemi ilə bağlı səhv fikri göstərin. Həzm kanalına qarışıq vəzi axarı açılır, doğrudur, mədaltı vəzidir. Həzm kanalına xarici sekresiya vəzisinin axarı açılır, ağız suyu vəziləri, qaraciyər doğrudur. Öd yolları, öd yağları nazik bağırsaqda kiçik damlalar parçalayır, bu da doğrudur. Həzm kanalından kənarda cəmi 6 ədəd həzm vəzisi yerləşir, xeyr, 8 ədəddir. 6 dənə iri ağız suyu vəzisi, qaraciyər və mədaltı vəzi. Su əsasən yoğun bağırsaqda qana sorulur. Bu da doğrudur. 22-ci sualda 20 yaşlı insanın 3 sənəsindəki hər iki tərəfdən öz diş növü ilə qonşu olan kəssi dişlərin sayı. 20 yaşı varsa 32 diş var, 16 yuxarıda, 16 aşağıda. Kəssi dişlərdən də 4-ü yuxarıdadır, 4-ü aşağıdadır. Hər iki tərəfdən öz diş növləri ilə qonşu olan ortadakı kəssi dişlərdir. 2 dənədir yəni bunlar. Üst və alt sənələrdəki bütün dişlərin neçə faizini təşkil eləmiş olur? Yəni bizdə deyir ki 32 100%'dir. 2x. Bunu da hesablayanda düşünürəm ki 6,25% eləyəcək. Yəni cavabım Y bəndi olaraq götürüləcək. 23-cü sualda yanlış fikri müəyyən edin. Su orqanizmin maddələri daşıyır. Yanlış fikir istəyir də bizdən. Bu belə baxanda yəni maddələrin daşınmasında rol oynayır da yəni. Doğru fikirdir. İstilik tənzimləyər, bəli. Yaxşı həlledicidir. Su yaxşı həlledicidir. Bəli. Orqanizm daxili maye mühitinin əsas tərkib hissəsidir. Düzdür. Orqanizmin ehtiyacı olduqda enerji mənbəyi funksiyasını yerinə getirilir ifadəsi səhvdir. Su enerji mənbəyi deyil. 24-cü sualda cədvəldə 800 qram ətdə B qrupu vitaminlərinin bişirilməzdən əvvəlki miqdarı 400 mg-dır. Bişirildikdən sonraki minimum miqdarı. Minimum deyirsə itki çox baş veribdir. 60% itkiyə gedib 40% qalıbdır. 400 mg 100%-dirsə 40% nə qədərdir? X-dir. Bu deyir 160 mg D bəndi. 25-ci sualda nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. İnsanın ağız boşluğunda mexanik və kimyəvi dəyişikliyə uğramış qida bilavasitə udulağa ötürürlər. Yəni cavabımız C bəndi olaraq götürüləcək. Açıq tipli test tapşırıqlarına gəlirik. Əgər 100 qram çiğ yer kökündə 0,5 mg A vitamini olduğunu nəzərə alsaq, insan bu vitaminə olan sutkalıq tələbatını ödəmək üçün bir gündə nə qədər suda bişmiş yer kökü yeməlidir? 100 qram çiğ yer kökünü bişirdikdə onun tərkibindəki A vitamini nə olacaq? Yarısını itirəcək. Yəni 0,5-dən qalacaq 0,25. 0,5-i 2-yə böləcəyik burada. Yarıya düşəcək. Qalacaq 0,25. 100 qram bişmiş yer kökündə 0,25 A vitamini varsa, bəs 1 mg A vitamini neçə qram çiğ yer kökündə olacaq? O da olacaq 400 qram yer kökünün tərkibində. İkinci sualda X, Y, Z cəmini tapın deyir cədvələ əsasında. İnsanın həzm sistemində axarları bədən boşluğuna açılan
Həzm kanalında kənarda yerləşən vəzlərin sayı 6 dənədir. Ağız suyu vəzləri. Bədən boşluğu açılır. Nazik bağırsağın hissələrinin sayı 3 dənədir. Yoğun bağırsağın hissələrinin sayı 3 dənədir. Cəmlədik bunları, cavabımız elədir 12. İnsanın həzm sistemindən kənarda yerləşən iri ağız suyu vəzsi sayı 6 dənə. Yoğun bağırsağın hissələrinin sayı 3 dənə, nazik bağırsağın hissələrinin sayı 3 dənə. Cəmlədik bunların da cəm elədir 12. Deyir ki, insan 500 qram qarağat yeməklə orqanizmin C vitamini olan sutkalıq maksimum tələbatını, yəni 100 milliqramı ödəmişdir. Onda bu vitamini olan sutkalıq minimum tələbatı ödəmək üçün o neçə qram qarağat yeməlidir? Yarısını yeməlidir də 50 milliqram istəməlidir. 250, 500-ün də yarısı 250 edəcək. Yəni cavabımız elə 250 olaraq götürəcək. Beşinci sualda yerkökünü bişiriblər. Onun tərkibində 36 milliqram A vitamini qalıbdır. Bişirilməzdən əvvəl yəni 2 dəfə çox olacaqdır. Yəni 72 qram milliqram A vitamini olacaq. 48 milliqramda B qrupu vitaminləri qalmışdı. Bu 80%dir. Yəni 80%, çünki 20% ölür də bitkinin tərkibində. 48-80%dirsə, yüzdə də x qoyduq. X bərabərdir 60 milliqramda bişirilməzdən əvvəl B qrupu vitamini var imiş. Deyir ki, həmin qidada bişirilməzdən əvvəl bu vitaminlərin miqdarı cəmi neçə milliqram olacaq? 72-nin üzərinə 60 gəldik, cavabımız elədir 132. 6-cı sualda 14 yaşlı məktəblinin ağız boşluğunda 28 ədəd diş var. Bu dişlərdən hansıların sayı bir-birinə bərabərdir? 8 dənə kəsici olur, 4 dənə köpək olur, 8 dənə kiçik yazı olur, 8 dənə də böyük yazı olur. Bu şəkildə. Kəsici ilə kiçik yazı bərabərdir, köpəklə kəsici bərabər deyil, kəsici ilə böyük yazı bərabərdir, böyük yazı ilə kiçik yazı bərabərdir, kiçik yazı ilə köpək bərabər deyil. Cavabımız 1, 3, 4. 7-ci sualda. İnsanda mədə şirəsinin tərkibində olmur. Öd olmaz, insulin olmaz və qlikagon olmaz. 3, 4, 6. 8-ci sualda. Ağız suyu vəzləri və qaraciyər üçün ortaq mülahizələr. Xarici sekresiya vəzsidir hər ikisi. Ödü hazırlayır qaraciyər. Hormon hazırlayır heç biri. Həzm vəzlərdir hər ikisi. Karbohidratın kimyəvi dəyişikliyə uğradan fermentləri vardır. Bu ağız suyuna aiddir. Axacaqları bədən boşluğuna açılır. Bu da ağız suyu vəzlərinə aiddir. Cavabımız 1 və 4 olaraq götürəcəyik. 9-cu sualda nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. İnsanın fərdi inkişafında köpək dişləri 2 dəfə çıxır. Bu dişlər hər yarım çənədə 1 ədəd olur. Yarım çənə deyir də, hər yarım çənədə 1 ədəd olur. Bir tərəfdən kəsici, digər tərəfdən isə kiçik yazı dişi ilə qonşu olur. Cavabımız ardıcıllıq olaraq 3, 1, 2. 10-cu sualda vitamin çatışmazlığı nəticəsində əmələ gələn xəstəlikləri seçin. D vitamini çatışmırsa raxitdir, B1 vitamini çatışmırsa beriberidir, skorbut da C vitamininin çatışmaması nəticəsində yaranırdı. Sirroz qaraciyər xəstəliyidir, vəba nazik bağırsaq xəstəliyidir, dizenteriya yoğun bağırsaq xəstəliyidir. Cavabımız 1, 3, 5 olaraq götürüləcək. 11-ci sualda düzgün mülahizələri seçin. İnsanın həzm kanalının ən uzun şöbəsi yoğun bağırsaqdır ifadəsi səhvdir, nazik bağırsaqdır. Qida ağız boşluğunda həm mexaniki, həm də kimyəvi dəyişikliyə uğrayır. Bu doğru bir fikirdir. Dişlərlə mexaniki, ağız suyu
vəziləri vasitəsilə kimyəvi dəyişikliyə uğrayır. İnsanda qaraciyərin axarı 12 barmaq bağırsağı açılır. Bu da doğrudur. Vəba xəstəliyi nəticəsində nazik bağırsaq zədələnir. Bu da doğrudur. İnsanda qaraciyər qarın boşluğunun sol tərəfində yerləşir. Sol tərəfində yox, sağ tərəfində yerləşir. Solda mədə yerləşir. Cavabımız 2, 3, 4 şəklində götürəcəyik. Və nəhayət 12-ci sual. Kəskin dişlər, köpək dişləri, böyük ağız dişləri. Orta yaşlı insanda sayı 12 ədəd olur böyük ağız dişlərinin. Öz diş növü ilə qonşu ola bilməz köpək dişləri. Orta yaşlı insanın alt çənəsində sayı 2 ədəd olur köpək dişləri. Öz diş növü və köpək dişi ilə qonşu ola bilər kəskin dişlər. Kənarda yerləşən kəskin dişlər. Süd dişlərinə aid deyil, böyük azı dişləri. Cavabımız 1-ə D, 2-yə B, C, 3-ə A, Y. Belə əzizlərim, bu dəfəki test izahlarımızdan bu qədər. Sağ olun, hələlik.